Ay gənclikdə təmirsiz 100 kvadrat metrlik evi yarım milyona satan investor. Gəl mən sənə gələcəyini danışım. Əvvəlki reelsdə dedim ki, sizdən 500 mindən sayısı 100 kvadrat metr olan getto memarlıq üslubunda tikilən mənzili almaqdansa insan gedər Sibrizdə 200 kvadrat metrlik kotec alar. Eminlə də qonşu olar. Ya da Azərbaycan digər gözəl güşələrində bu qiymətə ferma tikdirər, balerina farm kimi gözəl həyat sürərlər. Qiymətləri salmasanız, sizi axırınız bilirsiniz necə olacaq? Gəlin deyim sizə. Siz bu mənzilləri sata bilməyəcəksiniz. Bir ildə maksimum gözləyib, boş durmasın deyə təmir edib kiraya vermək istəyəcəksiniz. Yarım milyonluq evə yaraşan təmirdə 200 min tutacaqdır. Orada arçelik və usta Mamedi mebilini yıxmayacaqsınız ki, Miele, Natuzzi falan olmalıdır. Bu da isə 200 minə başa gəldi. İndi siz 3 otaqlı mənzili neçə icarəyə verəcəksiniz? Maksimum 1000 manata. Ölkədə median maaş zaten 700 manatdır. Belə 3-4 ilə icarəyə verərsiniz, bəxtiniz gətirsə 50 min falan qazanarsınız. Bu müddətdə Allah göstərməsin. Birdən devalvasiya olsa, zaten bu da 15-20 ildən biri olur və sizin bugünkü 400 min dollarlıq mənziliniz 5 ildən sonra olur 200 min. Beləliklə siz dünyanın ən uğursuz investorlar siyahısına daxil olmursunuz. Və bu hələ də likvidlik demək deyil, bilinmir. Bu pul lazım olanda siz onu 200 minə ümumiyyətlə sata biləcəksiniz, yoxsa yox. Azərbaycanda daşınmaz əmlak 2015-ci ilin devalvasiyasından sonra bərpa olunmaq üçün 11 il tələb etdi. Yəni daşınmaz əmlak son 12 ildə dollar da heç artmadı. Bu arada qızıl səhm bazarı dollardan 3 qat artdı. Və bu baş verəndə mənim bu videomu xatırlayacaqsınız. Deyəcəksiniz ki, kaşki Fərhad Pərvizinin ilk milyonum investisiya kursuna qeydiyyatdan keçərdim. Kapital bazarları investisiya etməyi öyrənərdim. Həmin bu 400 min dolların 5 ilə 200 min deyil, 600 min dollar olardı. Bu arada xatırladım ki, sentyabrda ilk milyon proqramın ikinci axını başlayır. Pərvizi.org saytında gözləmə siyahısına düşə bilərsiniz. Allah bazar versin.